Esselamu aleykum dəyərli izləyicilərimiz. Bugün biz Zaqatalanın ləçək fabrikindəyik. Azroza ətrinin əsas ingrediyenti olan Azərbaycan rozası ləçək fabrikində istehsal olunur. Bu sahədə gördüyünüz kimi qızılgül sahəsidir, uçsuz bucaqsız. Bu hər gün bu qızılgüllər yığılır. Daha ətraflı məlumatı baş aqronom verəcək məlumatı sizə o. Ləçək şirkətinin baş aqronomu Qurbanov adlı Qurbanoğlu Respublikada yeganə bir gülçülük sahəsidir. Bu 1957-ci ildən güllər əkilir, becərilir. Dünyada tanınan Bolqar texnologiyası ilə emal eləməyə başlamış. Şirkət də 1916-nın sonu 17-ci ildə bu gülləri Bolqardan gətirərək əkməyə başlamışıq. Bizdə emal müəssisəsi də var, həm də sahələr var. 180 hektar gül sahəsi var. Bundan da 210-220 kilogram yağ alırıq. Zəhərli maddələrdən istifadə eləmirik. Onun üçün də orqanik yağdır bizim yağımız. Çox sağ olun. Sağ ol. Dəyərli məlumatlara görə. Mən Önədi Allahverdiyev Təbriz Kəmaloğlu, İstehsalat Departamentinin rəhbəriyəm. Hazırda bugün birinci gündür, biz məhsul qəbul eləmişik. Gördüyümüz bu meşoqlar 500 kilo hər qazana yüklənir, buxar açılır. Buxar 100 dərəcəyə çatanda qaynama prosesi başlayır. Biz soyuq suyu açırıq. Soyuq su vasitəsilə buxar hidralata çevrilir, yəni maye halına çevrilir. O yağlı su tökülür oraya. Həmin yağlı suyu biz yağ alan aparata göndəririk. Birinci yağ, yaşıl yağ adlanır. Yəni 500 kilodan hardasa 80 qram, 70 qram yağ alınır. Mövsümün axırında isə deməli bütün yağlar toplanır bir yerə və ambara təhvil verilir.